Prokurorluq tərəfindən keçirilən birgə əməliyyat nəticəsində həbs olunaraq vətənə xəyanətdə ittiham olunan Vaqif Cabbarov hazırda Zakir Fərəcovun biznesini idarə edir. Bu həmin Vaqif Cabbarovdur ki, 2019-cu ildə intihar edən Laçın sakini Müqabil Baxışovun yaxınları onu Baxışovu intihara sövq etməkdə ittiham edirlər. Qeyd edək ki, Müqabil Baxışov uzun müddət Aqil Nəzərinin korrupsioner fəaliyyətinə qarşı mübarizə aparıb və bu korrupsiya faktlarını sosial mediada mətbuatda işıqlandırıb. 2019-cu ildə intihar edən Müqabil Baxışov ölüm qabağı yazdığı məktubda intihar etmə səbəblərini ona olunan təzyiq və təhdidlərlə əlaqələndirərək ona Aqil Nəzərinin və Zakir Fərəcovun intihara sövq etdiklərini yazıb. Ölümündən əvvəl isə Müqabil Baxışov sosial şəbəkədə canlı yayım keçirərək həyatının təhlükədə olduğunu bildirərək kömək istəyib. Qeyd edək ki, Müqabil Baxışovun intiharı ilə bağlı bir çox məsələlərə hələ də aydınlıq gətirilməyib və bu intihar hadisəsi Laçınlıları hələ də narahat etməkdə davam edir. İntihar hadisəsinin ədalətli şəkildə araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı Laçınlılar dəfələrlə etiraz aksiyaları keçiriblər. Laçınlıları isə hazırda narahat edən əsas məsələlərdən biri məhz Aqil Nəzərinin başçı olduğu Laçına geri qayıtmaqdır. Bəzi Laçınlılar bunu sadəcə özləri üçün təhqir kimi dəyərləndirirlər. Mövzu ilə bağlı Reallıq TV-yə müraciət edən Laçınlıların fikirlərinə növbəti materiallarımızda geniş yer verəcəyik. Hamını düşündürən məqamlardan biri də qaynatası Vaqif Cabbarovun vətənə xəyanət etməsi, özünün vətənə xidmət etməkdən yayılması ilə gündəmə gələn icra başçısı Aqil Nəzərinin onu vəzifə sahibi edən iqtidara sadiq olub olmamasıdır. Aparılan araşdırmalar göstərir ki, Laçın icra başçısı hakimiyyət rəhbərliyinə sadiq deyil və onun fikrinə görə Azərbaycanda hakimiyyət zəbt edilib və AXC hakimiyyətinin siyasəti indiki idarə etmədən səriştəri olub. Sizə təqdim etdiyimiz və Aqil Nəzərinin öz zehniyyətinin məhsulu olan fikirlər yuxarıda qeyd etdiklərimizin təsdiqidir. Əziz Laçınlılar, hörmətli qonaqlar, sizi və sizin simanızda bütün rayon sakinlərimiz 15 iyun Milli Qurtuluş Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Və hər birimizin bildiyimiz kimi, təbii ki, Azərbaycan 1991-ci ildə müstəqilliyi ilk qədəm qoyduğu bir müddətdə, təbii ki, o vaxtki hakimiyyətin səriştəsi nəticəsində o müstəqilliyi qoruyub saxlayıb bilməmək ərəfəsinə gətirdiyi bir şəraitdə xalqın böyük təkidi və etimadı ilə, dəvəti ilə Ulu Öndər Bakıya dəvət alır və xalqın Bakıya dəvət alır və Ali Sovetin sədri seçilir. Və 15 iyun o tarixdən xalqımız üçün Qızıl Hərbəli bir qurtuluş bayramı kimi həmişə xalqımızın diqqətindədir. Ulu Öndər həmişə ölkədəki o baş verən xaosu, anarxiyanı və qardaş qırğının qarşısını alaraq hakimiyyəti tam ələ hakimiyyət. Dəyərli izləyicilərimiz, sizləri salamlayır, xəbərləri davamlı və ilk izləmək üçün kanala abunə olmağınızı xahiş edirik.